Salam dəyərli izləyicilər. Bu gün 5-ci riyaziyyat dərsliyində səhifə 30 və 31-də yerləşən və şərhçilərin ən çox çətinlik çəkdiyi və səhv etdiyi misallara və məsələlərə baxacağım sizinlə. Deməli, başlayırıq 8-ci çalışmadan. Düsturumuz y bərabərdir x üzərgəsinin 2-dir. X-in yerinə qiymət qoyuruq, y alırıq. Burada ilk 2 cərgdə görürük sütunda daha doğrusu. İndi burada x neçə olmalıdır? 2 olmalıdır. 2-nin üstə 2 gəlirik, 4 əldə edirik. Və yaxud da x-in yerinə gətirib 3 qoyanda, 3-ün üstə 2 gələndə biz 5 alırıq. İndi burada bu hissələr görürük ki, tapılıb. Biz baxırıq 2 və 4-ə. Deməli, bura 0-dır. 1, 2, 3, 4. Buradan da eyni qayda ilə yuxarı çıxırıq. Baxırıq əvvəl x-a. Birinci x-a axtarılır, sonra y-ə baxılır. X neçədir? x2. 2 ilə çıxırıq, gəlirik burada y-in də 4-də kəsişdiyi yerə. Sonra x 3-dürsə, y də 5-dirsə, 3 ilə 5-in kəsişdiyi nöqtəyə baxırıq və sonra bu xətti birləşdiririk. Bu formada bir xətt alınır. Burada y bərabərdir 2x. X 0 olanda y 0 olub. X 1 olanda y 2 olub. X 2-dirsə, 2-ni 2-yə vururuq, y 4 eləyəcək. Y 6-dırsa, demək x 3 olub ki, yəni 3-ü 2, 2-ni 3-ə vuranda 6 alıblar. İndi bir-bir yoxlayaq. Sıfırlar və 1-2-lər göstərilib artıq. Baxırıq 2 və 4-ə. Deməli, bura 0, 1, 2, 3, 4. Burada 1, 2, 3, 4, 5, 6. Deməli, 2, 4 olanda gəlir tam burada kəsişir. 3, 6 olanda 3 bura, 6 da bura. Orada gəlir burada kəsişir. Yəni 6 bura gəlir, 3 də buradan birləşir. Kəsişdiyi nöqtə bura olur. Və sonra biz bunları birləşdirəndə bu nöqtələri belə bir xətt alınacaq. Baxırıq 9-cu çalışmaya. Verilən asıllığa uyğun cədvəl tərtib edin və qrafiki qurun. Şərhçilər, qrafiki buradan istifadə edə bilərik hələ ki. Ya da bir dənə ağ vərəq açaq. Deməli, buradan bir cədvəl çəkirik əvvəl. Belə bir cədvəl olsun. Siz dəftərinizdə səliqəli formatda özünüz qeyd eləyərsiniz. Deməli, bu hissəyə biz düsturumuzu yazırıq. Bura A variant qoyaq. Y bərabərdir 3x. Birinci hissədə biz y-in qiymətlərini veririk. Bura, daha doğrusu x-in üzr istəyirəm. Burada y-in qiymətlərini veririk. 4 dənə bu formada damalar, xətlər çəksək daha doğrusu 8 dənə burada düzbucaqlı formada fiqurlanacaq içəridə. Deməli, birinci biz y bərabərdir 3x. X-a 0 verək, 1 verək, 2 verək, 3 verək və 4 verək. X-a 0 verəndə y də 0 olacaq. X-a 1 verəndə y 3 olacaq. X-a 2 verəndə 2 vur 3 vur 2 6 olacaq. X-a 3 verəndə 9 olacaq. X-a 4 verəndə də 12 olacaq. Burada 4 olan hissəyə baxmayaraq, şərhçilər bu çox uzun olur. Elə 0, 1, 2, 3-lə kifayətlənə bilərik. Və biz bir dənə koordinat çəkirik buradan. Koordinat oxu da doğrusu. Bu hissə olur y. Bu hissədə olur x. Bura 0 olsun. Bura 1. Bura 2. Bura 3. Bura 4. Bura 5. Eyni qayda ilə yuxarı çıxırıq. 1, 2, 3, 4, 5, 6, 7, bura 8, burada 9. Çünki orada 9 da var. Bir dənə bunu silim buradan. Deməli, burada y olsun. Və şərhçilərində biz birləşdiririk. X və y 0 olubsa, demək ikisi də bura düşür. X 1, y 3 olubsa, gəlir deməli bura düşür. Yəni, buradan belə bir xətt seçirik, buradan belə bir xətt. X 2, y 6 olubsa, biz buradan qaldırırıq xətti, buradan da salırıq. Deməli, burada olur. Bura, bura və bura. X 3 olub, y də 9 olubsa, haradasa, deməli, bura gəlir. Özünüz də fikir verin. Xətləri belə birləşdirərək
kəsişdiyi yerdə nöqtəni götürə bilərsiniz. Deməli, biz bunu birləşdirsək, buradan belə gətiririk, salırıq belə. Yəni, bu da bizim bu hissə. Baxın, sırf bu nöqtələrlə birləşdirilmiş, bax, bu parça. Burada nə oldu? Deməli, bizim düz xəttimiz. Sonra şərhdə ikinci qrafiki quraq, qrafik. Əvvəl buranı silirik. Deməli, burada necədir? Y bərabərdir. X üstəgəlsin 1. Şərhlər mən bir də çəkməyəcəm detallarını. Siz özünüz dəftərinizdə düzəldərsiniz. Deməli, mən bu hissəyə X verirəm. Bu hissəyə də Y verirəm. X-a yenə mən tutaq ki 2 verirəm. Onda X 2-nin üstə 1 gələndə Y 3 eləyir. X-a mən verirəm 3, Y 4 eləyir. X-a 5 verirəm, Y 6 eləyir. X-a 6 verirəm, Y 7 eləyir. Və bu formada biz buna uyğun bir koordinat oxu çəkirik. Və buradan da yenə burası 0 olur. Bu tərəf X-dir, bu tərəf də Y-dir. Deməli 1, 2, 3, 4, 5, 6 və 7. Burada 1, 2, 3, 4, 5, 6 və burada 7. İndi baxaq, X 2-dirsə, Y neçə olub? 3. Yəni, buradan bu 3-dür, bu da 2-dir. Burada birləşir. X 3-dürsə, Y-nin də 4 qiymətinə baxırıq. Y-nin 4 qiyməti də buradadır. Sonra X 5-dirsə, 3-dən 4 yazmamışam, 5 olsun 5. X 5-dirsə, Y də buradan gəlib 6 qiymətini alıb. X 6-dırsa, Y də burada 7-də kəsir, 7 qiymətini alıb. Siz bu qırıq-qırıq çəkdiyim xətləri çəkməyə də bilərsiniz. Və sonra biz bu nöqtələri birləşdirsək, belə bir parça alırıq. Bu B variantı idi. İndi baxırıq C variantına. C, D, Y variantı var. C variantında eyni qayda ilə şərhlər. Y bərabərdir 4x. Bu bizim düsturumuzdur. Siz cədvəl baxın belə çəkərsiniz. Burada belə bir cədvəl çəkərsiniz, səliqəli olsun deyə. Mən onu çəksəm vaxtım çox gedir deyə çəkə bilmirəm. Burada deməli x olsun, burada y olsun. X-a biz 0 verəndə, 4-ü 0-a vuranda y də 0 eləyir. X-a biz 1 verəndə y bərabər 4 eləyəcək. X-a 2 verəndə y bərabərdir 8 eləyəcək. İndi biz buradan 3 dənə qiymət aldıq, elə deyil. Elə koordinat oxumuzu da buna uyğun çəkə bilərik. Buradan y yazırıq, buradan da x. Bura 0'dır, bura 1, 2, 3, 4, 5, 6, 7. Bura 1, 2, 3, 4, 5, 6, 7 və 8. İndi sıfırlardırsa buradan bir sıfırı, ikisi də sıfırda, yəni y də burada sıfır alır, x də burada sıfır alır. X 1 olanda y 4 olub. Deməli, bura gəlirik, buradan da kəsişir. X-dən 1 götürür, y-dən 4. Kəsişdiyi nöqtə buradır. X 2 olanda y olub 8. Yəni, düz gəlir, burada kəsişir. Buradan 8 qiymət, buradan da 2 qiymət. Və biz bu parçanı da birləşdirsək, indi siz dəftərinizə xəttkeşlə çəkərsiniz, belə bir parça alınacaq. D variantına baxırıq. Y bərabərdir. Tündləşdirək. Y bərabərdir. X üstəgəlsin 4. Yenə şagirdlər belə bir qrafik çəkirik. Cədvəl çəkirik daha doğrusu. Bura x yazıram, burada y yazıram. X-a 0 verəndə y edir 4. X-a 1 verəndə y edir 5. X-a 2 verəndə y edir 6. X-a 3 verəndə y edir 7.
və bir qrafik çəkirik. Belə bir qrafik oldu. Bu tərəf x-dir, yenə bu tərəf y-dir. Burada 0 olacaq. Deməli, yenə biraz xətt əyri oldu. Yəni, belə gəlməlidir bu xətt. Belə olmalıdır. Yəni, bura 0 olacaq. Bura 1, bura 2, bura 3, bura 4, bura 5, belə gedir. Buradan da 1, 2, 3, 4, 5, 6, 7'ye də dayanaq. İndi x 0'dır. Bax, x burada dayanıb, amma y buradadır. Onu da buradan götürür. Yəni, x 0'dır da. Onda y gəlir, bura düşür 4'ə. X 1 olanda y gəlir, bura düşür. Yəni, bu 5, bu da 1. X 2 olanda y 6 olur. Yəni, gəlir, bura düşür. X 3 olanda da y 7 olur. Baxın, bura 3-dürsə, burada 7-dir. Və biz bu xətləri birləşdirsək də, daha doğrusu bu nöqtələri birləşdirsək, belə bir parça almış oluruq. Sonra, ən sonda da, deməli, y variantında y bərabərdir, 5 çıxılsın x-a baxırıq. Deməli, şərtlər, yenə bir cədvəl çəkirik biz buradan. Bu tərəfə birə x yazırıq, ikinci tərəfə y. X-a mən 0 verəndə, 5-dən 0 çıxanda 5 alınır. X-a mən 1 verəndə, 5-dən 1 çıxanda 4 alınır. X-a 2 verəndə, 5-dən 2 çıxanda 3 alınır. X-a 3 verəndə də, 5-dən 2 çıxanda da, 5-dən 3 çıxanda 2 alınır. İndi buradan bir dənə qrafik qururuq. Bura x-dir, bura isə y-dir. Deməli, bura 0'dır, birləşmə, kəsişdirmə yeri. Bura 1, bura 2, bura 3, 4, 5, belə yazırıq. Burada 1, 2, 3, 4, 5, 6 çıxdı. İndi şərtlər, baxırıq. Bizim x-imiz 0'dır. Burada qıtıda y-imiz də 5'dir. Deməli, kəsişmə nöqtəsi bura olacaq. X-imiz 1'dir. Y-imiz də 4'dür. Deməli, kəsişmə nöqtəsi burada olacaq. Bu 4, bu da 1. Yəni, belə kəsişirik. X-imiz 2'dir. 2'dir. Y-imiz də 3'dür. Yəni, belə gəlir. Belə burada kəsişir. X-imiz 3'dür. Y-imiz də 2'dir. Yəni, buradan dayanacaq. Və sonra biz bu nöqtələri bir düz xətlə birləşdirsək də belə bir parça alırıq. Sonra buranı çıxaq. Növbəti 10-cu misal. Y bərabərdir 8 çıxılsın x asıllığının qrafikini qurun. Verilmiş koordinat cütlərindən bu asıllığa uyğun olanları müəyyən edin. Deməli, biz bunun qrafikini qurmalıyıq və qrafikini qurarkən də əvvəl bir cədvəl çəkək. Y bərabərdir 8 çıxılsın x. Buranı silirik. Y bərabərdir 8 çıxılsın x. Şərtlər. Buradan nəyə diqqət edirik əslində biz? Çox uzağa getməyək. Bu koordinat cütlərindən bu asılığa uyğun olanları müəyyən edin. Bu x-in yerində 3 durur, y-in yerində 5 durur. Gətiririk biz 8-dən 3 çıxırıq, edir y, yəni 5. Bu demək uyğundur. B variantına baxırıq. 8-in yerinə gətir x, bura yəni birinci tərəf x-dir, ikinci tərəf y-dir. X-in yerinə biz gətirib 4 qoyanda, 8-dən 4 çıxanda 4 edir, amma burada 8 verilib. Deməli, bu uyğun deyil. 2-yə baxırıq. 8-dən biz 2 çıxanda 6 alırıq. Yəni y alırıq. Bu deməli uyğundur. D variantına baxırıq. X-in yerinə 5, y-in yerinə 3 qoyanda, 8-dən 5 çıxanda 3 alınır. Bu uyğundur. Y variantına baxırıq. 8-dən 8 çıxırıq və 0 alırıq. Y. Yəni, bu da onda
uyğun olur. Bu formada da yəni özünüz cədvəl qura bilərsiniz. Koordinatda da onu göstərə bilərsiniz qrafikdə. 11-ə baxırıq. Kvadratın tərəfi C santimetr, perimetri isə P santimetrdir. Bir kvadratı çəkək əvvəl buradan. Tərəfi C-dir. Perimetr nəyə bərabərdir kvadratın? Kvadratın perimetri bərabərdir. Bütün tərəflərinin cəmi C üstə gəl, yəni 4 dənə C. P-nin C-dən asılılıq düsturu, onda P bərabərdir 4C olur. Bu asılılığa uyğun qrafik qurun. Gəlin buna uyğun qrafik quraq. Buranı sizə artıq lazım olmadı. Deməli, 11-ci məsələ idi, səhv eləmirəmsə. 11. Deməli, şagirdlər, P bərabərdir 4C. Deməli, biz C-yə 1 veririk. Belə bir şey seçək. Bura olsun C, bura olsun P. Bizim C'miz 1 eləyəndə P'miz neçə eləyir? 4 eləyir. C'miz 2 eləyəndə P'miz 8 eləyir. 4-ü 2-yə vururuq da. C'miz 3 eləyəndə P'miz P yazdım, 12 eləyir. Və məsələn, qrafiki qursaq, tutaq ki, indi elə belə çəkirəm, damaları saymayacağım. Siz özünüz sayarsınız. Tutaq ki, bura 1-dirsə, bura 4-dirsə, bu burada kəsəcək. Bura 2-dirsə, bura nə bilim olsun 8, burada kəsəcək. Bura 3-dirsə, bura eləyəcək 12. Yəni bunun deməli bunun qrafiki düz xətt olacaq da. Yəni qrafikdə düz xətt göstərəcək yuxarıya doğru qalxan. Bu formada yazarsınız, özünüz də göstərərsiniz dəftərinizdə xəttkeşlə. Və qrafikə əsasən tərəfi 2,5 cm olan kvadratın perimetrini hesablayın. Qrafik əsasən deyir. Deməli, şagirdlər, tərəfi C bərabərdir 2,5 cm istəyir. Biz bura C-nin yerinə, baxın, bu hissəyə yazırıq 2,5. Onda P nəyə bərabər olacaq? 4 vur 2,5, yəni 10. Biz bunu burada götürsək, məsələn, biraz qrafikimizi qəşəng çəkək, sırf bunu daha gözəl başa düşmək üçün. Siz eyni qrafikin üzərində işləyə bilərsiniz, amma səliqəli çəkin, çalışın. Bura 0, 1, 2, 3, 2,5 2 ilə 3-ün arasına düşürdü, elə deyilmi? Bura düşəcək. İndi görən P nə qədər olub? 10. Yəni bura C-dir, bura P-dir. Onda bura 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada deməli bu 2,5 ilə bu 10-un kəsişdiyi yer hər olacaq? Bax, tam bura olacaq. İndi bizdə nə deyir? Bizə deyir ki, kvadratın perimetrini müəyyən edin. Qrafikə əsasən. Yəni, biz də qrafikə əsasən müəyyən elədik ki, P 2,5-dirsə, 4C-miz 10 olacaq onda. Onda qrafikdə burada göstərdik. Sonra şagirdlər. Məsələ həllərinə baxırıq. Başa düşmədiyiniz hissə varsa, yorum hissədən yazıb soruşa bilərsiniz. Deməli, yeməkxanada hər stolun ətrafına 4 stul düzülüb. Stolların sayını N, stulların sayını isə K ilə işarə edin. Stulların sayının stolların sayının asılılığını düsturla ifadə edin. Düstura uyğun cədvəl tərtib edin və qrafik qurun. Şagirdlər, əvvəla hər stulun ətrafında 4 stul var. Burada baxın, amma nə qədər stul olduğunu bilmirik də. Sadəcə stolların sayı deyir N olsa və stulların sayı K olsa, deməli, hər stol ətrafında 4 stol var. Neçə stol olduğunu biz bilmirik. Stola N veririk. Və stulların sayı da olsun K. Stulların sayının stolların sayından asılıdır. Onda deməli, hər stolun ətrafında 4 stul var da. Yəni, bir stolun ətrafında 4 varsa, deməli, orada 4 stul var. 2 stolun ətrafında onda 8 stul olacaq. Biz stolu vururuq da. Stolu vururuq 4-ə. Nə alırıq? K alırıq. Stulların sayını. Yəni, K bərabərdir 4
n olacaq. Aha. İndi biz bunu bir qrafikdə göstərik. K bərabərdir 4n, n də 1, 2, 3 olarsa. Deməli, K bərabərdir 4n. Burada yazırıq. K bərabərdir 4n. Bura n veririk, bura k veririk. N'imiz neçə? 1, 2 və 3 olarsa deyirik. Elə deyilmi? Sonra yenə n'imiz 5 olanda bunu da soruşur. Deməli, əvvəl gəlin biz cədvəl tərtib edək və qrafik quraq vaxt itirmədən. Deməli, n'imiz 1-dirsə k'mız 4 vurulsun 1, 4 olacaq. N'imiz 2-dirsə k'mız artıq bilirik ki, 4'ü 2'yə vuracaq 8 eləyəcək. N'imiz 3-dirsə k'mız 12 eləyəcək. Biz bir dənə buradan qrafik qururuq. Yəni dediyim kimi siz dəftərinizdə maksimum səliqəli çəkməyə çalışın, daha yaxşı başa düşəcəksiniz. Deməli, bizim qiymətlərimiz, n'in aldığı qiymətlər, bura n verirəm şərhlər mötərizənin içində. Burada k verirəm. Deməli, biz bura 0'dır bilirik. N'ə 1, 2 və 3 qiymətlərini verəcəyik. K-da deməli 4 olacaq. Sonra 8 olacaq və 12 olacaq. İndi birləşdiririk biz bunu. 1 ilə 4'ün birləşdiyi nöqtə buradır. 2 ilə 8'in birləşdiyi nöqtə buradır. 3 ilə də 12'nin birləşdiyi nöqtə deməli buradır. Bu formada yəni. Deməli, k'mız artıq, daha doğrusu n'imiz artdıqca k'mız da artacaq. İndi nə deyir? Qrafik qurun. N bərabərdir 5 olduqda stulların sayını tapın. Deməli, biz n'ə bir dəfə veririk 5. N 5 olanda 4'ü nəyə vururuq? 4 vurulsun 5, 20. N 5 olanda deməli stulların sayı nə qədər olur? 20 olur. Bu A variantına gedir. B variantında nə deyir bizə? B variantında da deyir ki, hər stulun ətrafına bir stul da əlavə edilərsə, düstur necə dəyişər? Deməli, əvvəl 4 stul idi, elə deyil. İndi 4 yox, 4, 5 olacaq da. Onda düsturumuz bizim necə dəyişəcək? Yəni, əvvəl k bərabərdir 4n idisə, indi 4'ün yerinə yazacaq 5n. Düsturumuz yəni belə dəyişər. Bu formada. Bu dəyişən formasıdır. Sonra şərhlər buranı silək. Növbəti məsələmizə baxaq. Lentin 1 metrinin qiyməti 2 manatdır. Alınan lentin uzunluğu n. Ödənilən pul p ilə işarə edin. Deməli, məsələn, 1 metr 2 manatdırsa, 2 metr 4 manat eləyəcək. 4 metr 8 manat eləyəcək. Yəni, indi deyir, bu metr uzunluğu biz n-dən işarə edirik. Ödənilən pulda p ilə işarə edirik. P və n arasındakı asılılıq düsturunu tapın. Biz nə edirik? Yəni, 1 metrini tapanda onu 2 manata vururuq. Yəni, n-i 2-yə vururuq və nəyi tapırıq? Biz p-ni tapırıq. Məsələn, yenə deyirəm, 5 metr olsa, biz 5-i 2-yə vuracaq, 10 manat alınacaq. Onda p-miz nəyə bərabərdir? P bərabərdir 2n. Artıq bu bizim oldu düsturumuz. Düstura əsasən asılı olmayan dəyişənin 4 qiymətinə uyğun cədvəl tərtib edin. Özümüzdən 4 dənə qiymət qoyuruq. P bərabərdir 2n-ə əsasən. P bərabərdir 2 vurulsun n. 4 dənə də gəlin qiymət qoyaq. Birinci n yazırıq. Bu asılı olmayandır. P isə asılı olandır. İkinci zərfə yazırıq. Deməli, n-ə biz 1 metr 1 veririk. P onda 2 olur. N-ə 2 verəndə P 4 olur. N-ə 3 verəndə P 6 olacaq. N-ə 4 verəndə P olacaq 8. Sonra bir dənə qrafik qururuq. Burada n olacaq. Burada da P olacaq. İndi burada 1 qeyd eləyək. 2, 3, 4. P-mizdə yenə deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 və biz bunları birləşdiririk. Deməli, n 1 olanda p neçə oldu? 2.
n2 olanda p neçə olub? 4. Yəni bura baxıram. n3 olanda p neçə olub? 6. n4 olanda p neçə olub? 8. Sonra isə yəni birləşdirəndə də belə bir qrafik alınır. İndi biz baxırıq A variantına. 4,5 metr lent üçün nə qədər pul ödəmək lazımdır? Aha. 4,5 uzunluq buradaydı. Biz bura 4,5 verəndə n-miz nə qədər olacaq? Yəni belə yazaq. N bərabərdir 4,5-dirsə, p də onda bərabər eləyəcək 2n, yəni 2 vurulsun 4,5, o da bərabərdir 9 manat. Bu A variantı. İndi B variantına baxırıq şərhçilər. B-də də deyir 12 manat 50 qəpiyə nə qədər lent almaq olar? Artıq burada 12 manat 50 qəpik xərclənib. Yəni P nə qədərdir? 12 manat 50 qəpik. 12,5 manat yazırıq bura. Burada yazırıq P bərabərdir 2n, o da bərabərdir öz qiyməti 12,5 manat. N nəyə bərabərdir? N bərabər hər tərəfini 2-yə bölürük. 12,5 bölünsün 2 bərabərdir 1250 bölünsün 2 də yaza bilərik. Hər ki var 20 daha doğrusu 125 bölünsün 20. Bir dənə bu hissəni geri qaytarım. Deməli 125 bölünsün 20 yazırıq, bərabərdir. Burada deməli 6 dəfə 6 50, 50-də də deməli 2 40 6,25 edir. Özünüz də bölərsiniz şərhçilər. Diqqətsizlik səhv eləmək istəmirəm. Yəni 6,25 nə? 6,25 metr. 6,25 metr. Yəni 6 metr 25 santimetrə də deməli 12 manat 50 qəpik lentə almaq olar. 14-cü məsələyə baxırıq. Deməli 3 manat ilkin ödəniş etdikdən sonra hər mahnının internetdən yükləmək üçün 1 manat tələb olunur. Yüklənən mahnının sayı x ilə, xərclənən pul y ilə arasındakı asılılığı uyğun düsturla yazın. Uyğun düsturunu yazın. Düstura əsasən aslı olmayan dəyişənin 3 qiymətinə uyğun da cədvəl tərtib edirik və sonra qrafik qururuq. Deməli şərhçilər, bu tip məsələləri başa düşmək üçün əvvəl özünüz müəyyən rəqəmlər qoyun yerinə. Məsələn, 3 manat ilkin, siz tutaq ki 5 dənə mahnı yükləmək istəyirsiniz, elə deyil. Onda nə qədər sizin pulunu çıxa bilər? 3 manat əvvəlcədən veribsiz. Hər mahnıya görə 1 manat gedirsə, deməli 5 mahnıya görə 5 manat gedəcək də. Ümumi nə qədər pulunu çıxır sizin? 8 manat. İndi burada necə yüklənən mahnıların sayıdır bu. Bu da xərclənən puldur. Bizim y-imiz nəyə bərabərdir? Y bərabərdir 3 manat başından verməliyik də. Üstə gəlirik. Mahnının sayına görə vururuq. Yəni x-i vururuq biz 1-ə. Çünki hər mahnıya görə biz 1 manat ödəyirik də. Məsələn 10 mahnıya görə 10 manat ödəyəcəyik. X-i 1-ə vuranda ilə x alınır da. Yəni y bərabərdir x üstə gəlsin 3 olur. Yəni 3 manat ilkin ödənişdir. X də elə mahnıların sayına görədir. İndi bu düsturu biz belə yazdıq. Düstura əsasən aslı olmayan dəyişənin 3 qiymətinə uyğun cədvəl təyin edin. Buranı silək. Düsturumuz bizim necə oldu? Y bərabərdir x üstə gəlsin 3 oldu. Elə deyilmi? Biz bir dənə əvvəl cədvəl təyin edirik. Bura x yazırıq, bura y. X-ə biz veririk 1. Bir mahnı yükləyəndə. Bir mahnı yükləyəndə artıq veririk ki 1, üstə də 3, 4. 2 mahnı yükləyəndə 5. 3 mahnı yükləyəndə deməli 6. 4 mahnı yükləyəndə 7. Bu bizim oldu cədvəlimiz. Siz burada başqa rəqəmlər də qoya bilərsiniz. Burada 10 da qoya bilərsiniz, 3 də qoya bilərsiniz.
7 də qoya bilərsiniz. Y-ə də ona görə şəkil verə bilərsiniz. Sadəcə mən başa düşməyiniz üçün rəqəmləri kiçikdən götürürəm. Sonra bura oldu x, bura oldu y. X-i 1, 2, 3 və 4 qiymətlərindən istifadə edəcəm deyə bura qədər seçirəm. Y-də 1, 2, 3, 4, deməli 5, 6 və 7. İndi biz bunları birləşdiririk. 1 olanda y 4 alındı. Yəni burada kəsiləcək. 2 olanda y alınıb, 5 burada kəsiləcək. 3 olanda 6 alınıb, 4 olanda da 7 alınıb. Yəni qrafikimiz belə quruldu. İndi burada nəyə diqqət edirik? A variantı deyir ki, 3 mahnı yükləmək üçün nə qədər pul ödəmək lazımdır? Deməli, 3 mahnı yükləmək üçün hər mahnıya görə 1 manatdırsa, 3 manat, üstə də 3 gəlir 6. Biz bunu artıq burada yazdıq. Yazırıq A variantı. X bərabərdir 3-dürsə, Y bərabərdir X üstə gəlsin 3, bərabərdir 3 üstə gəlsin 3, bərabərdir 6 nə? Mahnı. Sonra B variantına baxırıq. Cəmi 10 manat ödəmək. Artıq cəmi 10 manat. Biz ödənilən pulu Y ilə ifadə edirik. Yəni Y 10 manatdır. Elə neçə mahnı yükləmək olar? Yazırıq biz bura. Y bərabərdir 10 manat. İndi düsturumuz bizim necədir? Y bərabərdir X üstə gəlsin 3. O da bərabərdir 10. X də bərabərdir. Hər tərəfdən nə çıxırıq? Biz bu tərəfdən də 3 çıxırıq. Bunlar ixtisar edir. Bu tərəfdən də 3 çıxırıq. X bərabərdir 7. Deməli, 7 mahnıya nə qədər çıxacaq? 10 manat çıxacaq. 3 manat ilkin ödəniş. Hər mahnıya görə 1 manat. Yəni 7 vur 1 üstə gəlsin 3. Bərabərdir 10 manat. Bunun qrafikini istəyirmi burada? İstəmir. Amma siz göstərə bilərsiniz. Məsələn, 1, 2, 3, 4, 5... Daha doğrusu 1, 2, 3, 4, 5, 6, 7. Məsələn, bura 7 budur, elə deyil. Bu 7-dirsə, Y-imiz neçə eləyir? 8, 9, 10. Burada 10-da. Yəni, bu hissələr, baxın, burada kəsişə bilir. Burada olacaq, əgər qrafiklə göstərmək istəyirsinizsə. Deməli, bu hissə qabağından da yaza bilərsiniz. Ödənilən pul. Bu da say. Şərhlər vaxt məhdudiyyətindən dolayı mən sizinlə bura qədər izah edə bildim. Yəni səhifə 30-a qədər. Səhifə 31-dəki məsələlərdə inşallah növbəti videomda izah eləyəcəm. Sağ olun, salamat qalın.